Oktyabrın 26-sında ölkə ərazisində ağır yol qəzaları baş verib. Abşeron rayonunun Saray qəsəbəsində Chevrolet Cruze markalı minik avtomobili yolu keçmək istəyən yeniyetmələri vurub. Hadisə nəticəsində onlardan biri aldığı xəsarətlərdən xəstəxanada ölüb. Digəri isə ağır vəziyyətdə Sumqayıt şəhər xəstəxanasına çatdırılıb. Uşaq avtobusdan düşüb evə dönəndə maşın birdən riski gəlib, vurub uşağı vurub. Neçə nəfər gəlirmişlər? 3 nəfər, baba, 2 dənə də nəvəsi imiş. Sumqayıtdan rəsmlə gəlirmişlər. 6-cı sinifdə oxuyurlar. İkisi də altı bacı qardaşdılar, yoxsa qardaşdılar? Bibi qızı, dayı qızı. Hadisənin baş vermə səbəbləri araşdırılır. Zərdabda da ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə Ağcabədi Zərdab avtomobil yolunda baş verib. Hərəkətdə olan 2 minik avtomobilinin toqquşması nəticəsində bir nəfər həyatını itirib. Ağdaşda səhər saatlarında baş verən qəza zamanı 2 nəfər ölüb. Hadisə Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, KAMAZ və Qazel markalı yük avtomobillərinin toqquşması nəticəsində Qazelin sürücüsü 30 yaşlı Eldar Tağıyev və sərnişini 38 yaşlı Rauf Hacıyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. Qeyd eləyək ki, Qazel markalı avtomobil balıq daşıdığından qəza zamanı balıqlar yola dağılıb və avtomobillərin hərəkətinə çətinlik yaradıb. Ələt-Astara yolunda baş verən qəzada isə 5 nəfər xəsarət alıb. Hadisə Ələt-Astara avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində baş verib. Qəza nəticəsində bir qadın və 4 kişi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə çatdırılaraq hospitalizasiya olunublar. Xəstəxanadan verilən məlumata görə yaralılara zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir. Hadisənin səbəbləri araşdırılır.